Herkese salam dostlar. Bu günlər sizinlə birlikdə Təzə Aslan kanalımızda 3-cü videomuzu çəkirik. Bu günləri sizinlə birlikdə inşallah gördüyünüz bu belə bir şey yığmağa çalışacağıq. Bu günlər sizinlə birlikdə əgər bu yuxarıdakı hissəni, bu hissəni tez bitirə bilsək, bura qədər, bu hissəyə qədər işləyəcəyik. Əgər yəni tez bir şəkildə bitirə bilməsək, bu günlük bu hissəyə qədər işləyib dayandıracağam videonu. Yəni part-part, hissə-hissə şəklində gələcək qısaca. Ona görə vaxt itirmədən sürətli bir şəkildə keçək papkamızı, yəni folderimizi yaradaq və kodlarımızı yığmağa başlayaq. Buradan gəlir bir dənə folder yaradır, adını mən Miro qoyacağam, elə saytın adını. Buradan götürürük, atırıq Visual Studio kodunun içərisinə. Daha sonra buradan gəlir bir dənə home açırıq. Home'un içində assets, assetsin içində image, şəkilləri əlavə eləmək üçün. Assetsin içərisində sonra styles, yəni style CSS-imizi əlavə eləmək üçün və scripts papkamızı, folderimizi yaradıb əlavə edirik. Daha sonra isə scriptsin içərisinə main.js, bugün bizə JavaScript lazım olmayacaq, style.css və home'un üzərinə gəlib burada da bir dənə index.html yaradırıq. Bizim əsas işimiz bu günləri HTML ilə CSS üzərində olacaq. Ona görə sürətli bir şəkildə HTML-ı CSS-ə HTML-a bağlayaq. /assets styles və style CSS. Yəni biz bunu eləyirik ki, bu gəlsin, bu assets papkasının, yəni folderin içinə girsin. Bu folderin içindən gəlib bu hissəyə girsin, bu papkanın içərisinə, folderin içərisinə. Bu folderin içərisindən də gəlsin bunu seçsin. Yəni bunun məntiqi, bu sətrin məntiqi odur. Gəlib saytımızın əsas adını Miro qoyuruq və yazılışa keçirik. Bir dənə burada header açırıq. Header açandan sonra nav, div, class, nav var, açdıq. Daha sonra isə div, class, logo, div, class, bura navlinks götürdük. Amma bunları bir divin içərisinə almaq lazımdır. Logo links adını verəcəm. Çünki biz bunları yan-bayan qoyan zaman, yəni display flex verən zaman bunlar birlikdə işləməlidir. Bunu verəndən sonra gəldik burada div verdik. Div class açdıq. Bu hissəyə isə gəlib biz nə ad verə bilərik? Mən belə bir qərara gəldim ki, bu hissəyə transition adını verəm. Yəni transition adını verdik. Daha sonra gəldik burada bir dənə bu hissəni düzəltdik. İndi həmin bu hissəni yığmağa başlayaq. Burada gəlirik birinci nav logo içərisində açırıq. Burada bir dənə p açırıq. Bura ilə Miro yazdıq, yəni logonun adını. Daha sonra isə bu hissələri yazırıq, yəni product, amma navlinksin içərisinə keçirik. A açırıq. Neçə dənə? 1, 2, 3, 4, 5. Birini yazdıq. A vurulsun 4 elədik. Buradan da bunları bu formada aşağı saldıq. Birinci, ikinci, üçüncü, dördüncü, beşinci. Bu hissələri isə bir dənə hex atacağım. Çünki bizə lazım deyil. Product və burada gördüyünüz kimi bu ox var. Mən bu oxdan tapa bilmədim. Ona görə də əgər kopyalaya biləcəmsə eləyəcəm. Olmur. Ona görə də burada fərqli bir ox tapdım. Ona görə ondan istifadə eləyəcəm. Ctrl V elədik, yanına atdıq. Daha sonra solutions əlavə elədik.
Burada bundan əlavə edirik. Daha sonra resources açdıq. Bunun içərisinə bunu əlavə elədik. Enterprise əlavə elədik və pricing əlavə elədik. Daha sonra isə gəlib biz burada transition içərisinə bir dənə davam eləyək. Burada gəlir bir dənə 3 dənə paragraf tagi açırıq. Yəni 1, 2, 3 bunlar üçün hər biri üçün ayrı-ayrılıqda 3-ə vururuq. Yəni gəlirik burada indi buradan bu icon üçün götürdüyüm logo var. Yəni o da buradadır. Bunu buradan kopyalayırıq, gətiririk, əlavə edirik. Bunun içərisinə ara qoyub bunun yanına yazırıq n. Dil üçün, yəni contact sales yazdıq. Daha sonra isə bura bir dənə login yazırıq. Bu hissəyə isə bir dənə buton açıb bu butona class veririk və first qoyacağım. Sign up qoyacağım adını və bunun içərisinə sign up free yazdım. Sign up free əlavə elədim. Amma bizə indi bir dənə icon lazımdır. Arrow left yazırıq. Right yazdıq. Elə bir iconumuz yoxdur. Yəni üzü bu hissəyə baxan bir iconumuz yoxdur. Ona görə də bunu buradan kopyalamağa çalışacağım. Əgər olsa təbii ki, xeyir olmur. Ona görə normal formada oxsuz düzəldəcək. İndi isə CSS-imizə keçid eləyək. CSS-imizi alırıq bu hissəyə, JavaScript-imiz isə qalır, HTML-imiz isə qalır bu hissədə. Daha sonra gəlirik burada bir dənə bundan açırıq. Yəni margin 0, padding 0, box sizing, border box elədik və gəldik bura. Amma bir şey yadımızdan çıxıb, biz bunları .container içərisinə almamışıq. Əslində konteyner içərisinə almağımız bu hissədən yaxşı olardı. Bəli. Ona görə bizdə nav hissəsinə heç bir konteyner ehtiyacı yoxdur. Konteyneri biz aşağı hissədən açarıq. Sign up. Yəni bu hissədən biz .container eləyirik və divimizi açırıq. İçərisinə isə main yazıb dayanırıq. Daha sonra isə biz burada gəlirik navbarımız var. Burada navbarımıza display flex justify content space between edirik ki kənarlara sıxsın bu hissələri. Kənarlara sıxsın. Align items center verib ortaya gətiririk. Yəni həm yuxarıda, həm də aşağıdan ortalansın o baxımdan. Daha sonra isə burada bir dənə go live eləyirik. Home'un içərisinə keçib baxırıq və görürük ki, hər şey öz yerində işləyir. Daha sonra isə biz gəlib burada ardıcıllıqla gedirik. .logo və links açırıq. Display. Bunun da içərisinə gəlirik. Display flex veririk. Justify content'ə ehtiyacımız yoxdur. Align item onsuz işləyir. Sadəcə bizə lazım olan display flex idi. Daha sonra isə biz burada .logo qoyuruq. Logonun içərisinə P-ni götürüb buna font size veririk.
font size-ını edirik 32 piksel. 32 piksel eləyəndən sonra bura bir dənə align items versəm, align items center versəm, bəli, istədiyim kimi oldu. Buna 32 az oldu, 64 verib font weight-ini isə font weight-ini isə bolder eləyirəm. Burada gördüyünüz kimi biraz fərqli rəngdədir. Bunun da içərisinə gəlir font family veririk. Font family Arial. Mən həmişə istifadə elədiyim budur və çox da məmnunam. Qəşəng bir görünüşü var yazının. Sadə yazı görünüşüdür. Daha sonra isə bunların arasında, num və links-in arasında bura gap versəm 20 piksel götürər. Bəli, götürdü. 20 piksel gap verdim. Bunlara 20 yox, 30 piksel gap versəm daha yaxşı olar. Ondan sonra isə gəlir burada nav links içərisindəki A-lara text content, text decoration known edirik ki, altındakı xətlər geçsin. Color black edirik. Qara rəng alınsın. Gap 10 piksel edirik ki, 100 piksel yazıram yoxlamaq üçün işləmir. Ona görə deməli bunun kənarında yazmalıyıq. Yəni bura gəlirik. .nav links açırıq. Bunun içərisinə bir dənə gap veririk. 100 piksel verirəm yoxlamaq üçün. Xeyli işləmir. Ona görə qoymağımıza ehtiyacı yoxdur. Daha sonra isə burada bu yazılar üçün ayrı-ayrılıqda ölçü veririk. Yəni gəlir bura font size 20 piksel verəcəm. Font size 20 piksel verəndən sonra bunların özünə də display flex verib align items center verirəm. Align item center işləmədi, səhvlik oldu. O da yəqin ki bunları gəlib mən bir dəqiqə üzr istəyirəm çox. Üzürlü sayın. İndi qaldığımız yerdən davam eləyək. Gəldim dostlar. İndi isə dayanmadan kodlarımızı yazmağa davam eləyək. Burada gördüyünüz kimi belə bir rəng tonundan istifadə olunduğu üçün buradan həmin o rəngi mən kopyalayacağam və buradakilərə hover verəcəm. Yəni gəlirik burada .nav links içindəki A 2.hover yazır. Bunu açırıq scale 1.1 qoyacağam. Transition isə 0.3 saniyə qoyacağam. Color isə bu kopyaladığımız rəngi əlavə edəcəm və bunun qabağına bir dənə belə hex işarəsi qoyuruq ki, bunların üzərinə gələndə belə rəng tonu olsun. Scale işləmir. 2 eləyək. Burada bəzi problemlər yarandı bunlar ilə bağlı. Nav links açsaq gap verdik bura. Bu gapi bu hissədə düzgün verməmişik. Bunu buradan götürürük, bunların içərisinə atırıq. Buradan da bunu götürüb bura əlavə edə bilərik ki, normal formada işlənsin. Bunu bağlasaq heç bir dəyişiklik olmur. Yəni bu əslində burada da olmalı idi. Bunu da bura əlavə edirik. Burada da. Yəni bunlar bu özlərindən ayrılır. Nav linksə
verdik. Navilinks'dan götürüb burada əlavə eləsək, bunu buradan silsək, bir dənə bunun niyə belə elədiyinə baxıb gəlirəm. Gəldim dostlar. Problemin səbəbi çox sadə imiş. Səbəbinin isə bu hissəymiş. Yəni display flex verib daha sonra qap verməliyik ki, bu gördüyünüz bunlar bir-birlərinə məsafə saxlasın. Bunların üzərinə yaxınlaşdırır. Hover nəticəsində bunlar ölçüsünü dəyişir. İndi isə keçək burada ikinci hissəmizə. İkinci hissəmizə transition vermişik, oxuya bilmirəm. Yazırıq bura transition veririk. Və bunu açırıq, display flex veririk. Bunlar yan-bayan gəlir. Justify content vermirik, onsuz var. Align items verib, center veririk. Aha, əla. İndi isə bunların yenə aralarına qap verməliyik biz. Qapı da 30 piksel verəcəm. Bayaqki kimi 30 piksel verəndən sonra bu yazıların ölçüsünü dəyişirik. Nöqtə transition içərisindəki P-nin ölçüsünü, font size-ını elirik. Size elirik 20 piksel. Font size-ını 20 piksel eləyəndən sonra hər biri ortalıqda olur. Dostlar, bu hissəyə də hover verməyə çalışacağım, bu hissəyə. Yoxlayacağım. Əgər yaxşı görünsə, olduğu kimi saxlayacağım. Əgər yox, görüntünü pisləşdirirsə, onda aradan qaldıracağım. Transition P, buradan hover elədik. P, hover elədik. Scale 1, 2, transition 0.3s elədik. BZK-nı isə, background color-ı isə, yox, bu background color-ı burada gördüyünüz buton üçün verəcəm, background color-ı. Bunlara baxanda hər şey normaldır. Sadəcə bir dənə burada renk verməmişik, color yapışdırdıq, verdik. Normaldır, yəni pis görsənmir. Bir dənə bura gəlirik. Bunun içərisinə yox, bura. Cursor pointer əlavə edirik ki, bunun üzərinə gəlinəndə bu belə dəyişsin. Bu hissəyə də cursor pointer verməliyik, amma bu avtomatik olaraq götürür onu. Ona görə ehtiyac yoxdur ora verməyimizə. Çox üzr istəyirəm dostlar, qaldığımız yerdən davam eləyək. Bu video biraz çox kesintili formada oldu, amma ki yenə təkrar edirəm, üzürlü sayın. İndi gələk burada butonumuzu həll eləyək. Burada gəlirik. Mən klass adı ilə gedəcəm, yəni sign up elədik. Height verəcəm 50 piksel. Götürdü. Width verəcəm isə 150 piksel verəcəm. Əla. Bunu background color-ını, BZK color-ını eləyəcəm white. White eləyəcəm. Border isə olduğu kimi qalacaq. Sadəcə burada borderə bir dənə border radius verib, bunu 24 piksel eləyəcəm. 24 piksel eləyəndən sonra bunun üzərində bir dənə cursor pointer veririk ki, üzərinə yaxınlaşdıranda icon dəyişsin burada. Daha sonra isə keçib burada nöqtə sign up hover edirik.
hoverin içərisinə keçib buradan heç bir şey eləməyəcəm. Əslində hoverə də ehtiyac yoxdur. Çünki biz burada color, background color silib bunu əlavə eləsək, yəni buna əlavə eləsək, bunun backgroundu bu formada olacaq. Bizə isə burada belə bir şey lazımdır. Yəni border none eləyirik. Border none eləyirik. Gördüyünüz kimi getdi. Color isə white eləyirik. Hər şey gördüyünüz kimi ortada. Bura bir dənə font size versəm 20 piksel. Çox böyük olacaq. Ona görə 18 piksel yoxlayıram. 18 piksel normal ölçüdür. Gördüyünüz kimi navbar hissəmiz bitdi. Amma burada bir nazik xətt gedir. Ona görə də həmin o xətti buradan gəlib bu hissəyə, yəni hidden düz altına div asıb bura line class əlavə edib ona line ad verirəm. Line 1. Daha sonra isə line 1 açdıq. Line 1-ə veririk height 2 piksel, width 100%, bıcıqı color black verdik və bu formada oldu. Amma buradan gəlib buna bir dənə bu line-a margin bottom, margin top veririk 5 piksel, 20 piksel verəcəm. 20 piksel verəndən sonra çox oldu biraz. 10 piksel kifayət eləyər. Burada isə bunun rəngini götürməliyik. Bunun rəngini hardasa açıq boz rəngində verəcəm. Yəni bu rəng məncə yaxşı olar. Yox, biraz açmaq lazımdır. Bu rəng baxsaq, bəli, əla. İndi isə gördüyünüz kimi bu hissəmizə keçirib, bu hissəmizi isə konteynerimizin içərisində yazırıq. Burada gəlib div açırıq, class veririk. Class verəndən sonra gəlirik burada 2 dənə hissəmiz olduğuna görə section 1 div class image əlavə edirik. Image əlavə edirik. Image əlavə edəndən sonra isə yəni image divini əlavə edirik daha doğrusu. Daha sonra isə burada bizim çəkdiyimiz bəzi şəkillərimiz var idi. Onları isə biz buradan gəlib yüklədiyimiz yerdən, yəni buradan hamısını götürməliyik. Bunları buradan hamısını Ctrl X eləyib burada Miro'nu tapıb onun içərisinə əlavə edirik. Home, Assets, Image bunun içərisinə gəlib bura əlavə elədik. Daha sonra isə keçəndə gördüyünüz kimi bütün şəkillərimiz buradadır. Bizə lazım olacaq budur. Bu isə bizə lazım olmayacaq. Delete eləyirik buradan. Sildik. Bizə bu şəkil lazım olacaq. Ona görə gəlirik burada. Başlayıq birinci bu hissəmizi yazmağa. Burada bir div açırıq class, main section əlavə elədik, main section. Bunları da götürüb buradan Ctrl X eləyib, Ctrl B eləyib bunun içərisinə əlavə edirik. Bura isə biz section 2 adını verəcəm. Daha yaxşı görünsün. Daha sonra isə gəlib biz burada bir dənə H1 tagi açırıq. Böyle pis görsəndə divi aşağı veririk. Burada bir dənə H1 take IDs, take IDs from better to best elədik və bitdi. Daha sonra isə keçirik və PTG açırıq. PTG-nin içində Miro is your teams
Teams Visual Platform to connect bir yer ettik. Collaborate and create to get together. Yazdıq, bitdi. Daha sonra isə gəlib bunun içərisində bir dənə input açırıq. Inputun içərisində isə burada gəlib bir dənə placeholder yazıb enter your work email yazdıq. Daha elə bu olduğu kimi tekst olaraq qalacaq. İndi inputumuza baxırıq, görürük ki, hər şey öz yerindədir. Daha sonra isə gəlib burada bir dənə buton əlavə edirik. Butonun içərisində class second əlavə edək və buradan baxaq adına sign up free verib bizə. Sign up free verib bizə. Bu gördüyünüz kimi altadır. Bunları niyə yan-bayan qoydu? O sadəcə mənə maraqlı oldu. Bunların yan-bayan qoymağının səbəbi çox pis oldu. Bunu buradan böyle bağlasaq. İşləməyəcək. Bunu aşağı salmayaq. Bir də bunu həll edeyim, gəlirəm. Dostlar, gördüyünüz kimi bu formaya gətirdim. Yəni belə bir qərara gəldim ki, butonu divin kənarında açım. Yəni başqa formada düzəldə bilmədim. Daha sonra isə bu hissəyə keçirik. Hələ bitməyib o hissəmiz. Çox pis oldu bu, çünki burada bizim yazımız da var və bu yazı bunun içərisində olmalı. Bir dənə həll edib onu gəlirəm. Gəldim. Gördüyünüz kimi burada display block elədim ki, burada gördüyünüz bu buton bunun yanında olmasın. Əgər mən gəlib burada bunu kommentə alsam və burada baxsaq, gördüyünüz kimi yan-bayan qalır. Ona görə də bunu mən aktiv edirəm ki, bunlar bir-birinin yanında dayanmasın. Bunu bir aşağı hissəyə veririk. Biraz bu hissəni aradan qaldırırıq. Buraya gəlirik, bir dənə A şrif açırıq və bunun içərisinə gəlib əslində A yox, daha doğrusu elə normal formada P açacağım. Bunun da içərisinə gəlib collaborate with your team within minutes elədik. Daha sonra isə biz burada gəlirik, bir dənə div açırıq, klassını veririk. Buna nə ad verə bilərik? Reviews verəcəm. Reviews adını verəcəm. Reviews adını verəndən sonra burada gəlirik, enter veririk. Font Epson'a keçib star götürürük. Bir dənə bir şey yoxlayacağım, half star.
star götürürük. Buradan bunu götürəndən sonra bunu kopyalayırıq və atırıq bu hissəyə. Daha sonra isə bir dənə buradan half star götürürük. Half star götürüb bunu da kopyalayıb atırıq bura. Bunu buradan bağladıq. İndi isə gəlib biz burada həmin bu divin içərisində, reviews divinin içərisində bir dənə də div açırıq və buna class veririk və first adını verəcəm. First adını verəcəm. First adını verəndən sonra bunun içərisinə keçirik və burada bir dənə əslində heç bir şey yaratmağa ehtiyac yoxdur. Ctrl C edirik. Ctrl V. Bir, iki, üç, dört, beş. Bunu götürürük, buradan silirik. Bunu isə P-nin içərisinə alırıq. Ctrl X. Bunu isə P-nin içərisinə alırıq. Burada baxanda gördüyünüz kimi bütün ulduzlarımız var. Daha sonra isə yarım olan ulduzumuzu buradan kopyalayıb, Ctrl C eləyib bunun içərisinə atırıq. Bunu içərisinə atandan sonra isə gördüyünüz kimi 4 dənə ulduzumuz və yarım ulduzumuz var. Daha sonra isə keçirik bura P açırıq. Bunun da içərisinə gəlirik. Based on 5000 based on 5000 5049 5149 plus reviews yazdıq və bura 2 nöqtə qoyduq. Daha sonra isə bundan kənara çıxırıq və bura get app və Captera. Ctrl bunu bir dənə buradan export eləyib, yəni yükləyirik. Bunu da buradan export eləyib yükləyirik. Daha sonra isə buradan keçib downloadsa bu ikisini Ctrl X eləyib Mirror'u tapıb buradan Home, Access Image bunun içərisinə əlavə edirik. Bunu da buradan kopyalayırıq. Buradan gəldik. Bunu da götürüb Ctrl X eləyib buradan Mirror'a daxil oluruq. Bura əlavə edirik. SVG 2 bu da ki SVG. Daha sonra isə bura gəlib burada bir dənə ayrılıqda div açaq. Class second əlavə elədim. Second adını verəndən sonra bunlara gəlirik biz. Burada image nokta slash access image svg
üzr istəyirəm. Image nöqtə slash access image svg svg 2 svg 2 image nöqtə slash access image svg 1 əlavə elədik. Bu hissəmiz bizim bu qədər idi. İndi isə buranı düzəltməyə çalışaq. Nöqtə section 1 içərisindəki P açdıq. First class P1 buradan gəldik font size elədik, buna 20 piksel verdik. Gördüyünüz kimi yazı böyüdü. Amma ondan əvvəl H1'imiz var idi bizim burada. Buradan gəlirik. Nöqtə section 1 içindəki H1 açdıq. Font size 40 piksel elədik. Font weight bolder elədik. 50 piksel versək daha yaxşı olar. Daha sonra isə biz burada bir dənə konteynerimizə ölçü verək. Nöqtə container üzr istəyirəm 2 dəqiqə. Aha, gəldim. Burada biz bu line-a margin bottom verək ki, aşağıdakı yazılar onun alt hissəsinə yapışmasın. 30 piksel versək yəqin ki kifayət eləyər. Az oldu, 50 piksel verək. Daha yaxşı. Daha sonra biz gəldik burada konteynerimizə ölçü verdik. Yazımıza bu hissəyə yazı ölçüsü verdik. Daha sonra isə P tagına ölçü verdik. İndi isə gəlirik biz burada nöqtə section 1'in içərisindəki input, bunun da ölçüsünü verək. Height 20 piksel verdik. Section 1'in içərisindəki inputun içərisindəki input section 1 içərisindəki input. Bunun işləmə səbəbini bilmirəm. Dostlar, bu günlük bu qədər. Bəzi problemlər çıxdı çünki bunları həll etmək lazımdır. Bunun part 2'sini inşallah tez bir zamanda çəkib göndərəcəm. Yəni qaldığımız yerdən davam eləyəcək. Görüşmək ümidi ilə videoya baxandan sonra like atıb abunə olmağı yaddan çıxartmayın. Görüşənədək sağ olun.